Salam arkadaşlar dostlar, istəyirəm bu günləri mənim əsas sevimli sahələrimdən biri olan IT sahəsində də biraz danışaq və bu haqda da kanalda videolar olsun və ümumən istəyirəm Linux sistemləri haqqında danışım. Bu sistemlər çox ideal sistemlərdir o baxımdan ki, yüngül işləməsi, sürətli işləməsi və heç bir belə deyək də Microsoft və yaxud digər hansısa bir firmadan asılı olmaması təbii ki, bu sistemi daha əlverişli edir. Mən düzdür Linux sistemini daha öncə xırda-xırda işlətmişəm. Yəni olub ki, bəzən Linux işlətmişəm, bəzən Windows işlətmişəm. Çünki Linuxda məsələn Photoshop və yaxud digər hansısa Windowsda olan professional proqramlar yoxdur. Çünki Linux özü ümumiyyətcə belə deyək də IT bazarında desktoplarda, yəni gördüyümüz bu desktop kompüterlərdə çox az bir faiz yer tutur. Yəni Linux sistemi elə də çox məşhur olmadığına görə təbii ki, məsəl üçün Photoshop kimi proqramlar və yaxud Adobe şirkətinin düzəltdiyi proqramlar burada yoxdur. Amma düzdür, əvəz edici var. Amma bütün hallarda mən artıq Photoshopdur falandır belə şeylərlə iş görməm. Mənə əsasən təhlükəsizlik lazımdır və sistemin ancaq özümün idarə edə biləcəyim lazımdır. Ona görə də Linux sistemin artıq il yarımdır ki, tamamən Linuxə keçmişəm. Windows bəzən olur, hansısa oyun zad oynamaq istəsən, hələ hallarda Windowsdan istifadə edirəm və yaxud hansısa görmüsünüz mobil telefonlardan emulyator videolar çəkəndə bu halda, amma belə əsas əməliyyat sistemi kimi məndə Linuxdur. Linuxda viruslar hal-hazırda çox azdır, yəni çox az saydadır və heç kimin də marağında deyil ki, durub Linux üçün virus düzəltsin və ona görə də Linux sistemi ümumən viruslara qarşı belə də vecsiz bir sistemdir və bura virus düşmək üçün, yəni Linux sistemi varsa sənin, bu arada virus düşmək üçün sən nə qədər əlləşməlisən ki, ora özün virus salasan və sistemi kiməsə verəsən və təbii ki, heç kimə sərf eləməz. Ümumən isə kimlər ki, Windowsda oturub və deyir ki, sistem donur, Linux ümumiyyətcə belə baxanda, ümumən götürəndə zəif kompüterlər üçün ümumiyyətlə ideal bir şeydir. Məsəl üçün, səndə hansısa bir 4 yadrolu deyək, prosesorun var, 4 yadra var, aradakı çox zəif bir prosesordur və Windows güclə də artır. Sən Windows 11 yükləyə bilmirsən, Windows 10 yükləyə bilmirsən. Bu halda bəli, sən Linuxa keçə bilərsən, hətta keçməlisən və başa düşməlisən ki, burada necə. Linux deyiləndə çoxu fikirləşir ki, belənsinə terminaldır, yazılardır. Yox, Linux artıq bundan ibarət deyil, yəni tək terminaldan ibarət deyil. Təbii ki, terminal da bilmək yaxşı şeydir, amma tək bundan ibarət deyil və bir çox artıq imkanlar var Linuxda ki, Windowsdan daha üstündür sürət baxımından və mən istəyirəm ki, belə bir şey göstərim sizə. Kimlər ki, fikirləşir ki, mən Linuxdan yeyə bilərəm ki, yox, mən Linuxdan bacarmaram. Bunu amma bilmək çox yaxşı olar. Məsəl üçün, gələcəkdə sən kompüter IT geniyası olmaq istəyirsənsə və IT üzrə biliklərin daha çox olmaq istəyirsənsə, sən Windowsda sadəcə olaraq hər şeyə klik eləyirsən, girirsən, amma Linuxda düzdür, fərqli məqamlar var. Düzdür, burada da kliklərlə falan peşməkan açdım brauzeri, hər şey ekranda əla, ideal, amma burada təbii ki, biraz fərqli məqamlar var. Mənim özüm zaten göründüyü kimi Linux işlədirəm, yəni təsəvvür edin, yəni mənim kompüterim zəif kompüter deyil. Deyim ki, məsələn, zəif kompüterdə onu işlədirəm. Hal-hazırda məndə 12-ci generasiya i5 12600KF-dir. Prosesor düzdür, video kartım köhnədir, amma yenə də bu ideal bir variantdır. Hal-hazırda yəni video kartdan hansısa bir şikayətim yoxdur. Və prosesorumda elə də zəif prosesor deyil. Və hal-hazırda Linux işlətməyim səbəbi məhz zəif prosesor səbəbi deyil, sırf bilirsiniz, kripto işlə məşğul olan adamlara lazım deyil ki, viruslardan uzaq olsun, yəni lazım deyil ki, virus düşsün kompüterinə, hansısa trackeri falan peşməkan, ona görə də bu sistemi seçmişəm. Və bu sistemi seçməmişdən qabaq hər bir kəs, istənilən bir kəs öz Windows'unda, Google Chrome'da və yaxud digər brauzerdə distrsear.com saytına gilə bilər. Distrsear.com saytı ümumiyyətlə mövcud olan, baxın, Linux distributivləri bir sayta yığıb, hardan ki, siz bunu start verə bilərsiniz və həmin sistemi işlədib, baxa bilərsiniz ki, görəsən necədir. Çox yerdə zaten Linux deyiləndə eşidəcəyiniz sistemlərdən əsas Debian olacaqdır, KDE Plasma, Fedora ola bilsin ki, olacaqdır, KDE Linux Mint olacaqdır, burada baxaq görə başqadır əsasən. Manjaro həmçinin Windows stilində bir belə deyək də, distributivdir. Ubuntu'dur, təbii ki, bilirsiniz, serverlərin çoxu, ümumiyyətcə, bilirsiniz, serverlərin çoxu da, bütün demək olar ki, 90% serverlər Ubuntu'dadır, daha doğrusu Linux'dadır. Ubuntu sadəcə olaraq, belə deyək, distributivdir, amma yəni Linux sistemindədir, GNU Linux deyə, belə də deyə bilərik. Kimsə profesional ola bilər, videoya baxan və deyə bilər ki, sən də danışsan, ağzıma gələn danışma. Bəli, belə bir şey və
Gəlin mənim özümdə düzdür, Linux Mint var. Ona görə də Linux Mint-i açmıram. Aça bilərik Ubuntu sistemini. Gəlin baxaq. Məsəl üçün biz gidirik Ubuntuya və burada bizə görürsüz versiyalar verir. Hansı Ubuntu-da biz istəyirik test eləmək. Baxın burada hətta 7.04 də var, yəni ən köhnə Ubuntularda var. 24.10-da. Amma burada bir dənə də belə deyək də distributiv seçməmişdən qabaq onun belə deyək də bir növ raboçi stolda, yəni işləm stolunu seçmək olar. XFS ümumiyyətlə ən yüngül sistemlərdən biridir. Mate belə də, yəni sredni bir şeydir. Cinnamon sırf artıq baxın mənim hal-hazırda baxın işlətdiyim bu Cinnamondur. Yəni baxın görürsüz menyu necədir. Cinnamon budur. XFS uca tamam başqa cürdür. Biraz menyu yuxarıda olur falan peşməkan. Mən indi burada Debian götürəcəm. Heç Ubuntu-da götürməm. Debian götürəcəm və Debian-da görürsüz daha çoxdur. Var XFS, standart, NetInst, Mate, LXQt, LXD, KDE, GNOME, Cinnamon. XFS bu ümumiyyətlə vapşe yüngül kompüter üçün. Vapşe RAM-ı zadı, nə bilim 1 GB RAM-ı və yaxud nə bilim bəlkə də 500 MB RAM-ı olan bir kəs bunu yükləyə bilər. Yəni hətta Xaldenkada bəlkə yükləmək olar. Yəni Xaldenkin əməliyyat sistemi varsa. XFS eləyək, baxaq görək necədir. Gəl XFS götürək və test eləyək sistemi. Burada qəbul eləyək bunu. Görürsünüz, heç kim yoxdur o threaddə və biz sırası start Debian və gördünüz, biz üçün əməliyyat sistemi yaradırlar ki, biz girib özümüzü yoxlaya bilək ki, görə biz əməliyyat sistemi işlədə bilirik, yoxsa yox. Ümumiyyətlə, çox sadə bir sistemdir, çox sadə bir sistemdir, amma sistemi artıq özünüz yığa bilirsiniz. Zaten siz belə deyək də, tutaq ki, Debian 12 yüklədirsə kompüteriniza, sonradan siz əlavə nə istəyirsinizsə eləyə bilərsiniz. Yəni, çox başa gəlməz şeylər eləmək olur burada. Sadəcə olaraq istək lazımdır və biraz da təbii ki, bacarıq lazımdır. Gözlə, indi sistem hazırlansın. Gördüyünüz kimi, sistem deploy olunur, belə deyək də bir növ hazırlanır ki, biz onu işlədək. Ümid edirəm ki, XFSY, bəli, raboçi stol, yəni belə deyək, iş stol gələcək, indi gözləyək. Yəqin ki, birazdan gələcək, bəzən olur. Çünki, yəni deyirəm, bizə təmiz distributiv hazırlayırlar. Hansının ki, üzərində biz, belə deyək də, bir növ test əməliyyatları elə bilərik. Bəli, XFS bax budur. Məsəl üçün, mənim özümdə göstərdiyim kimi belədir. XFS-də görürsünüz, haradadır. Start buradadır və bu ən sadə sistemdir. XFS demək olar ki, düzdür. KDE Plazmada səhv eləmirsə, hansındasa distributivdəsə daha yüngül sistemlər var. Yəni, amma var. Görürsünüz, yəni hər şey elə də çətin deyil, display falan peşməkan baxırsınız burada. Lazım olan bütün nastroykalar çox asandır hər şey. Girib burada hər şey eləyə bilərsiniz. İstənilən test eləyə bilərsiniz. Burada install Debian var. Adətən siz zaten ümumiyyətlə Linux sistemi və ümumiyyətlə çox sistemləri siz install etməmişdən qabaq zaten sizdə burada olacaq install Debian. Məsələn, vursa üstünə artıq sizin hard diskinizə yüklənir. Yox, siz flash karta sadəcə Debian yükləyib öz kompüterinizə də aça bilərsiniz. Bu çox sadə bir şeydir, çox asan bir şeydir və baxırıq. Burada lazım olan hər şey var. Bütün, nə bilim, hər şey əl altındadır. Hər şeyi girib yoxlaya bilərsiniz. Setting Manager var, gördüyünüz kimi. Burada olan lazımlı nastroykalardır, hansılar ki, ola bilər sizə lazım ola bilər gələcəkdə və yəni belə bir sadə bir şey. Yəni sadə təsəvvür edin, sadə bir şeydir. Internet Explorer'da burada Firefox var və bu şeylərdə internet olmadığına görə bu distribusiyada olan şeylərdə belə deyək, distributivlərdə internet olmadığına görə gördüyünüz kimi baxın burada Firefox var. Bütün brauzerlər yəni qaydasında açılır. Burada məsəl üçün pəncərələr də var. Tutaq ki, raboçi stollardır da, ayrı-ayrılıqda raboçi stollar var. Ümumiyyətlə çox həqiqətən də çox ideal bir sistemdir. Çox belə deyək də qəribə işləmlər görmək olur. Mənim özümdə məsəl üçün mən hətta belə deyək də bir distribusiyonu göstərdim. Məlum məsəl ki, buradan siz girib istənilən distributivi test eləyə bilərsiniz və ümumiyyətlə bu Linux sistemləri düzdür, müəyyən qədər şey sevsə də, yəni terminal sevsə də, yəni terminal bax gördüyünüz buranı sevsə də amma yəni usability-dir, yəni siz burada girib normal qaydada, məsəl üçün mən də baxın burada OBS Studio-da var, hal-hazırda videonu çəkirəm, ondan adi video player-lar da var, qrafikada görürsünüz Krita var, GNU Image Manipulation program var, hansı ki hansısa şəkilləri falan peşməkan, yəni burada hansısa bir şəkil düzəltmək olar, şəkil redaktə etmək olar, yəni var bunlar hamısı və ümumən də bunun özünün marketplace var, vaxt software manager var. Software managerdə siz girib hansısa bir proqram tapa bilərsiniz, sanki Androiddə Play Market olduğunu kimi, yəni gedib internetdə hansısa bir mənbə bilinməyən bir yerdən exe fayl zad yüklənmirsiniz və təbii ki, burada ideal məsələlərdən biri də
Ümumən Linux sistemlərində soft, yəni proqramların çoxu, yəni 99% pulsuzdur. Tamamilə pulsuz proqramlardır və hansısa bir alış eləmək, pakubka eləmək lazım deyil. Steam üzrə var burada. Məndə Steam var idi təbii ki, bilmirəm, qalıb yəqin ki. Steam üzrə var. Oyun məsələsində biraz qəliz məsələdir. Linux-da hal-hazırda oyunlar elə də çox oyun yoxdur. Mənə Counter Strike var Steam üzrə, yəni normal oyunlardan biri Counter Strike var. Hansını ki oynamışam, çox maraqlı açır, çox ideal açır. Hətta mənim Windows-da işləməyən video kartım, belə deyək də, mənim Windows-da işləməyən video kartım burada Counter Strike-da normal FPS verir. Yəni mən məsəl üçün Counter Strike-ı Windows-da oynayanda donma zad olur, problem yaranır. Burada isə ümumiyyətlə Linux sistemləri driverlərlə çox yaxşı yolla getdiyinə görə ciddi bir problemlər olmur və onlar istənilən Linux sistemləri istənilən bir avadanlığın driverini dərhal tez bir şəkildə tapa bilirlər. Ümumən isə həmçinin Snap Store var, harada ki Snap proqramlar yükləmək olar. Bu da Snap Store deyirlər buna. Snap Store yazaq. Ən çox bax Snapcraft deyirəm. Buradan məsəl üçün götürüb istənilən proqramı yükləmək olar. Yəni burada proqram yükləmək necədir? Məsəl üçün tapırsan proqramı, hansısa bir proqram tapırsan, tutaq ki Snap bazasında olan bir proqramı və onun kodu bəs edir. Mən düzdür Snap-la işləmədiyimə görə mən çox FlatHub proqramlarla, yəni bazar belə deyək də, bir növ bazar kimi, Play Market kimi bir şeydir, amma FlatHub-dir. Yəni ən çox burada işlədiyim yerə Snap-la işləmədiyimə görə çox Snap yükləməmişəm bu vaxtadan Snap-ları. Çünki Snap proqramları bir şirkətə məxsusdur, Canonical şirkətinə məxsusdur və onlar istədikləri proqramları şey edirlər, biraz da open source deyil. Yəni burada əsas məsələ open source-dur, yəni açıq əməliyyat sistemi olması və proqramlaşdırmanın açıq olması ki, sən haradakı yoxlaya bilərsən ki, həqiqətən də proqram hansısa virus və yaxud səni izləyən proqramdır yoxsa yox və yaxud normal bir proqramdır. Burada məsəl üçün istənilən bir şey yükləmək üçün sadəcə olaraq onu tapmaq lazımdır. Məsəl üçün tutaq ki, Dezer yükləmək istəyirəm. Burada gəlirəm, bax gördüyünüz kimi Flatpak install kod var. Burada götürürəm, terminal açıram və buraya yapışdırıram və beləliklə həmin proqram yes və gördüyünüz kimi belə bir şey qaydada həmin proqramı yükləməyə başlayıram. Başqa da hansısa saytlara getmək lazım deyil. Hardansa sındırılmış proqram tap, soft tap falan, tap 5 məkan tap. Bəzən olur ki, telefonu Windows-da qoşursan və Windows deyir ki, buna telefonda tapmır. Bunda elə bir şey yoxdur. Bunda tapılmayan bir şey yoxdur. İstənilən printeri qoşursan, yəni printerə driver axtarmaq da burada lazım deyil. Sadəcə printeri qoşursan və hər şey qaydasındadır. Ümumən sistemin daha belə deyək, Windows-dan daha sürətli işlədiyinə görə mən bunu istifadə edirəm. Plus sürətli işlədiyinə görə əlavə olaraq hansısa Windows-da dəqiqədə bir burada gəlmir ki, açar al falan peşməkan Linux diktor biçivləri tamamilə pulsuzdur. Tamamilə hansısa lisenziya almaq lazım deyil. Sənə yenilənmə gəlməsi üçün, məsəl üçün sən bilirsə pirat Windows-ları yükləsən, sənə yenilənmələr gəlməyəcək. Burada bir şey yoxdur. Burada yenilənmələr gəlir və bu tamamilə pulsuzdur. Bütün yenilənmələr, bütün təhlükəsiz yenilənmələr göstərilməkdə. Hal-hazırda sistem ən sonuncu, belə deyək, ən sonuncu yenilənmiş bir sistemdir və hansısa bir problem yoxdur. Ümumən bax belə gedir bu və görürsüz proqramlar da Snap-dan çox, Snap paket olaraq çox rahat yüklənir. Artıq heç nə lazım deyil. Hardansa gedib şey eləmək, axtarmaq, tapmaq, əlləşmək və gördüyünüz kimi burada hər şey qaydasındadır. Və ümumən var. Baxın, təsəvvür edin, belə şeylər var. Məsəl üçün, mən kripto bazar izlədiyimə görə, məsəl üçün, belə bir proqramlar var. Tutaq ki, terminalda açılır. Hansısa kriptoların qiymətləri falan. Bu məlumatlar həqiqətən də yəni, çox belə əldə olunandır burada. Çox rahat əldə olunandır. Və bu da Linux sistemin kripto ilə məşğul olan adamlar üçün çox əlverişli edir təbii ki. Və eyni vaxtda da məsəl üçün sistemimizə baxa bilərsiniz. Əgər sistemimiz varsa artıq Neofresh vurub məsəl üçün bax gəlib belə və yaxud işlək prosesorları, prosesor nədir? İşlək prosesora baxa bilərsiniz. Görs burada hamısı var. Məsəl üçün ya da ki Glances vurub Glances mən buna yükləməmişəm deyəsən. Deyəsən yükləməmişəm. Suda bax görsünüz, yəni mən Glances yazıram terminala, terminal deyir ki, yəni səndə bu yoxdur, istəyirsənsə yükləyə və kodunu verir. Təbii ki, istəmirəm yükləmək, amma Glances ümumiyyətcə məlumatları göstərir, kompüterin bütün məlumatları və fikir versəz, məndə burada bəzi məsələlər var. Düzdür, bu ekranda yoxdur, məndə iki ekranda hal-hazırda kompüterdir. İkinci ekranda məsəl üçün məndə artıq quraşdırmışam hava temperatur və yaxud çöldə olan hava proqnozu, bu məsələlər, prosesorun
naqruskası falan peşməkan, yəni bunları göstərir. Amma məsəl üçün Windows-da bunlar hamısı həqiqətən də çox problemli bir şeydir. Çox sadə bir sistemdir. Çox həddindən artıq sadə bir sistemdir. Çox rahat öyrəşirsən. İlk başda biraz çətin görünə bilər, amma sonradan artıq Windows-a qayıtmaq istəməyəcəksən ki, Windows-da olan problemləri yaşamayasan. Belə dostlar, Linux haqqında video xoşunuza gəlsə təbii ki, kommentlərinizi yazın, məlumatlarınızı yazın. Gələn dəfələrdə çalışacağam ki, daha doğrusu Linux sistemini necə kompüterə yazmaq olar o haqda video düzəldim. Bot flash düzəldə, yəni buna bizə lazımdır. Real kamerada lazım olacaq bizə, yəni tək ekran görüntüsünə alınmır bu. Burada deməli flat, daha doğrusu BIOS bot düzəldəcəyik, bot flash düzəldəcəyik, BIOS nə idi? Bot flash düzəldəcəyik və oradan Linux-i necə öz hard diskimizə və yaxud SSD-imizə yazmağı öyrənəcəyik. Təbii ki, burada göy ekran zat söhbəti yoxdur. Bilirsiniz, Windows-da göy ekran deyilən bir şey var. Burada göy ekran yoxdur, ölüm göy ekran deyilir buna. Yox belə şeylər. Əgər sabahsı gün sən Linux-da hansısa problem də yarasan, sən yəni də faylları itirmirsən, məlumatları itirmirsən, girib həmin hard diskindən və yaxud SSD-dən məlumatları götürə bilərsən. Əgər sənin sistemlə problemin olursa və yaxud əməliyyat sistemin təsadüfən hansısa bir faylı silmirsən və orada aləm dəyib bir-birinə düz gəlmir. O halda sən təbii ki, girib öz məlumatları rahat tapa bilərsən. Bu qədər dostlar, yəni də videolar olacaq IT haqqında, ümumiyyətlə internet texnologiya haqqında. Öz kommentlərinizi yazın, fikirlərinizi yazın, görək bu sahə üzrə davam eləyək yoxsa yox. Sağ olun.